Salam əziz uşaqlar. Bugün də mən sizin üçün yeni bir sınağın izahını çəkməyə çalışacağam. Deməli, birinci sualdan başlayaq. Birinci sualda bizə deyir ki, ortaq olan sadə vuruqların hasili. Bu nə deməkdir? Yəni əbob deməkdir. Əbob AB bərabərdir 2. Ortaq olmayan sadə vuruqların hasili isə biz C ilə işarə eləmişdik. C bərabərdir 72. Bizdən əkobu soruşur. Əkob AB-ni soruşur. Bizim də belə bir düsturumuz var idi da, əkob AB bölünsün əbob AB bərabərdir C. Mən buradan əkobu tapsam, C-ni vuraram əboba. Yəni 72-ni vuracam 2-yə, o da edəcək 144. Birinci sualda cavabımız olacaq A. Keçək ikinci sualın izahını verməyə. Deməli, ikinci sualda bizə nə deyir? İkinci sualda deyir ki, bizə sadəcə hesablayaq. Yəni 2 bölünsün 6-da 5 çıxılsın 3-də 2 bölünsün 4. Vur 67-də 30. Gəl əvvəlcə mörtəzənin içini hesablayaq. Deməli, 2 bölünsün 5 vurulsun 6. Buradakı 6 sürətə çıxır. Çıxılsın 3-də 2 vurulsun 4-də 1. Bərabərdir. 5-də 12 çıxılsın. İxtisar getsə 2. 6-da 1. Bunların da ortaq məxrəci eləyir 30. Yəni mən birinci kəsir 6-ya vurmalıyam, ikinci kəsir 5-ə vurmalıyam. 6-nı 12-yə vursam 72. 5-i 1-ə vursam 5. 30. 72-dən də 5 çıxsam, deməli qalacaq 67. Yəni bu kəsiri mən vuracam 67-də 30-a. 30-lar ixtisar getdi, 67-lər ixtisar getdi, qaldı 1. İkinci testimin də sualının da cavabı oldu A bəndi. Keçək üçüncü sualın izahını çəkək. Üçüncü sualda bizə nə deyir? Deyir ki, eyni gücə malik olan, deməli 15 fəhlə müəyyən bir işi 12 günə yerinə yetirərsə, 10 belə fəhlə bu işi neçə günə yerinə yetirər? Biz bilirik ki, fəhlə işçi məsələləri deməli tərs mütənasibdir. Yəni 10x bərabərdir 15 vurulsun 12. Buradan da x-i tapsaq, hər tərəfi 5-ə ixtisar getsək 2, 3. Yəni 3 vur 12 bölünsün 2. O da eləyir 18. Deməli, ikinci sualımın cavabı olacaq 18 Y bəndi. Keçək dördüncü sualın izahını çəkməyə. Dördüncü sualda bizə nə deyir? Deyir ki, qəbələ sözünün, deməli, C çoxluğu qəbələ sözündəki müxtəlif hərflər çoxluğu olarsa, N, C-ni tapın. Deməli, bizə müxtəlif dediyinə görə biz Q-nı götürəcəyik, Ə-ni, yəni hər hərfdən bir dənə götürəcəyik. B, bir də L hərfi. Neçə dənə oldu? 1, 2, 3, 4 dənə. Yəni mənim N, C ədədim olacaq 4. Bu da hansı variantdadır? D variantında. Deməli, 5-də bizə nə deyir? 5-ə baxaq. K ədədi F ədədindən 30% çoxdur. Yəni nə deməkdir bu? K bərabərdir F üzərinə gələk. 30%-i biz ədədə çevirsək eləyəcək 0,3. F ədədi 120 olarsa, deməli, olarsa K-nın 20%-ni tapın. K-nın vuracam 20-yə, böləcəm 100-ə. Bunu bizdən soruşur. Əvvəlcə biz buradan K-nı tapmalıyıq. Deməli, K-da bizə nə deyirdi? K ədədi F ədədindən 30% çoxdur. Yəni, K bərabərdir. F-in elə bir 130%. 30% çox nə deməkdir? 130%. Yəni, 120-nin 130%-ni tapacam. Böləcəm 100-ə. İxtisar getdi. Qaldı 12 vur 13. 12-ni də 13-ə vursaq, deməli 6. 156 eləyər. Yəni K ədədim bərabər oldu 156-ya. Əgər K 156-dırsa, mən buradan nəyi tapmalıyam? K-nın 20%-ni. Yəni 156-nı vuracam 20-yə, böləcəm 100-ə.
sıfırlar getdi. Deməli 156-nı 2-yə vursaq 12, 10, 11. Deməli bunu da 10-a bölsək eləyəcək 31,2. Bu variant harda var? A variantında. Keçək 6-cı sualımıza. 6-cı sualda bizə nələr deyir? Deməli, kvadratın tərəfini 20% azaltsalar, sahəsi neçə faiz dəyişər? Biz bunun üçün kvadratın tərəfini bir 10 rəqəmi götürək. Əvvəlcə S1-in sahəsini tapaq. Yəni 10-u vursaq 10-a eləyər 100. İkincidə bizə deyir ki, kvadratın tərəfini 20% artırsalar. Yəni əvvəl 10 idi. 20% də artırdıq, oldu 12. Yəni mən ikinci kvadratın tərəfini, yəni sahəsini tapsam 144 eləyər. Mənə deyir ki, sahəmiz necə dəyişər? Yəni bu məsələləri həll etmək üçün 144-dən çıxacam 100-ü, böləcəm 100-ə. O deyiləcək 44 və vuracam 100-ə. 100-lə 100 getdi. Qaldı mənim cavabım 44%. Yəni 44% artar, oldu C bəndi. Keçək 7-ci sualın izahına. 7-ci sualda baxaq bizə nə deyir? Deməli burada harda? Burada A idi. 7-ci sualda bizə deyir ki, ifadələri natural ədədlərdirsə, A-nın ən kiçik qiymətinin rəqəmləri hasilini tapın. Bu nə deməkdir? A bölünsün 6, A bölünsün 2, A bölünsün 8. Yəni bu ifadələr naturaldırsa, A ədədi həm 6-ya, həm 2, həm 8-ə bölünən bir ədəd olmalıdır. 6-ya, 8-ə, 2-yə bölünən ən kiçik ədəd, çünki bizdən ən kiçik ədəd soruşur. Ən kiçik ədəd 24 olar. Yəni A-nı 24 götürsəm, 24 6-ya da bölünür, 24 2-yə bölünür, 24 8-ə bölünür. Deməli, hər biri natural oldu. Yəni, mənim A ədədim 24-ə bərabərdir. Nə də deyir ki, A-nın rəqəmləri hasilini tapın. Yəni, 2-ni vuracam 4-ə, o da eləyər 8. 7-ci sualda cavabım olacaq, deməli, mənim D. 8-ci sualın izahını çəkirəm. Deməli, bizə nə deyir? N bərabərdir 10-da 11, N bərabərdir 11-də 12, K da bərabərdir. Deməli, 12-də 13 deyir. Bu kəsirləri müqayisə edin. Mən bu kəsirləri müqayisə etmək üçün ən doğru görürəm ki, sürət və məxrəclərin arasındakı fərq 1. Sürət və məxrəcin arasındakı fərq 1. Sürət və məxrəcin arasındakı fərq 1. Deməli, bu zaman necə müqayisə edirik? Əgər kəsirlərimiz düzgün olsaydı, böyük kəsiri ən böyük götürərdim. Amma burada düzgün olmayan kəsir. Deməli, mənim ən böyük kəsirim olacaq. Deməli, M. M ən böyükdür. Sonra olacaq N. Sonra olacaq K. Deməli, ən böyük kəsirim M, sonra N, sonra K. Bu da harda oldu? Doğru variant B bəndində. Keçək, deməli, 9-cu sualın izahını çəkməyə. 9-cu sualda bizə nə deyir? 9-cu sualda bizə deyir ki, deməli, 7 qız çıxılsın 6, bölünsün 12, bərabərdir 2-də 1 olarsa, x-i tapın. Gəlin çarpaz vuraq, həll edək bunu. X-i 2-ni vuraq 7x-a 14x, çıxılsın 2-ni vuraq 6-ya 12, bərabərdir 12. 14 x-in 24-dür. Deməli, x-im da bərabərdir 24 bölünsün 14. 2-yə xısar aparsam 12 bölünsün 7. O da eləyər 1,7-də 5. O da harda var? E variantında. 10-cu sualda bizə nə deyir? 10-cu sualda bizə deyir ki, deməli, 64, 8, x, 8, x deyir. Bu ədədi həm 3-ə bölünsün, həm 8-ə bölünsün. Mən də bilirəm ki, 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi 3-ə bölünməlidir. 8-ə bölünmə əlamətim isə son 3 rəqəmi 8-ə bölünməlidir. Yəni, rəqəmlərinin cəmini tapsam, 2x, deməli 20, 26 üstə gəlsin 2x.
Deməli, mən burada x-a qiymətlər versəm, x-a bir qiyməti sıfırdan başlayaq. 0 versəm 26 bölünmür 3-ə. 1 versəm, deməli 28 bölünmür 3-ə. 2 yazsam 30, 30 bölünür 3-ə. Amma əgər 2 yazsam burada 282 8-ə bölünmür. Deməli 2-ni də götürə bilmərəm. Bu qiymətləri götürə bilmərəm. 3 yazsam 6, 3, 2, 6, 6, 32 bölünməyəcək. 3-ü götürə bilmərəm. 4 yazsam 8, 34 bölünməyəcək. 5 yazsam 30, 5 yazsam deməli 36 bölünür 3-ə. Amma ki 585 8-ə bölünmür. Ona görə 5-i də götürmərəm. Bu qaydada yoxlasam 8-ə baxacam. 8-i yazsam 26 üzərinə gəlsin. 2 vur 8 eləyəcək 42. Aha, 42 3-ə bölünür. 888 o da 8-ə bölünür. Deməli, mənim bir dənə 8 qiymətimdə həmin ifadəm həm 3-ə, həm də 8-ə bölünəcək. 10-cu sualın izahını verdik. Keçək digər suallarımıza. Deməli, 11-ci sualda bizə baxaq nə deyir? Deyir, şəkildəki rənglənmiş hissəni tapın. Bu çoxluqlar dərsində deməli, bu sualı A, B, C kəsişib. Yəni, biz burada A ilə C kəsişib, bundan B çoxluğunu çıxmışıq. Bu çoxluğu çıxmışıq, yerdə qalan necə olub? A ilə C-nin kəsişməsi. Bu doğru cavabımız da olacaq. A ilə C-nin kəsişməsindən çıxmışıq. Deməli, B çoxluğunu olacaq. A, B, C variantı. Neçənci sual idi? 11-ci sual. Aha. Sonra keçək 12-ci sualımıza. 12-ci sualda bizə deyir 25 bölünsün M bərabərdir 10 bölünsün deməli 10 bölünsün 8. Tənasübündə M-in 30%-ni tapın. Biz də bilirik ki, tənasübün kənar hədləri onun orta hədlər hasilinə bərabərdir. Yəni M vurun bərabərdir 25 vurulsun 8. Buradan ixtisarlarımı aparsam 2, 5, ixtisar getsə 4, deməli M bərabərdir 20. Bizdən 20-ni soruşmur. Bizdən deyir ki, M-in 30%-ni. Yəni 20-nin 30%-ni tapsam, 20-ni 30-a vurub 100-ə bölsəm eləyəcək 6. Növbəti 12-ci sualımın cavabı da olacaq A variantı. Keçdik 13-cü suala. Görək 13-cü sualda bizə nələr deyir. 13-cü sualda bizə deyir ki, qarşılıqlı tərs ədədlər cütünü göstərin. Biz də bilirik ki, qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olmalıdır və yaxud da ki, bir-birinin tərsi olmalıdır. A-nı yoxlayaq. A-da deməli 3-ü 2-yə vursaq 6, üstədə 1 gəlsək 7. Mən bu kəsiri 6-da 5-ə vursam, yəni bu kəsirin cavabı 1 etməz. Yəni A çıxdı. Keçdik B-yə. B də görünür ki, tərs ədədlər deyil. C-yə baxaq. 4-də 1, 0,25 elə 4-də 1 deməkdir. Yəni, bunlar bir-birinə bərabərdir. Bu da deyil. Keçsək D-yə. D-də bizə deyir 3. Dövrdə, 0 tam dövrdə 3-ü mən necə yazacam? 9-da 3 kimi. Bunu da ixtisar etsəm, 3-də 1 qalar. Yəni, 3 və 3-də 1-i hasili 1-ə bərabər. Deməli, mənim doğru variantım olacaq D. Keçdik 14-cü suala. 14-cü sualda mənə deyir ki, bu ədədin deməli 3x-a bölünməsindən alınan kəsiri qalığı tapın. Mən burada görürəm ki, qalığımız 8 qalacaq. Niyə 8 qalır? Çünki əgər x-in yerinə mən istənilən bir ədəd yazsam və bunu yoxlasam, görürəm ki, mənim axırdakı ədədim qalıq olaraqdan qalacaq. 15-ə baxaq görək, 15-də nə deyir? 15-də bizə deyir ki, deməli, 11A sinifində 32 şagird oxuyur. Şagirdlərin hər biri riyaziyyat və ya tarix fənni üzrə hazırlaşırlar. Şagirdlərin 22-si riyaziyyat, 14-ü tarix fənni üzrə hazırlaşarlarsa, şagirdlərin neçəsi hər iki fənn üzrə hazırlaşar. Deməli, mən bunu Venn diaqramı ilə həll edəcəm. Cəmi 32 şagird var. Yəni, bunun qaydası da var. Necə edirdik biz bunun qaydasını? Yəni, 32 ilə 14-ü toplasaq,
30, daha doğrusu 22 ilə 14'ü toplasaq eləyəcək, deməli 36. 36-dan 32-ni çıxsaq qalar 4. Deməli mənim 4 dənə ədədim ortaq olacaq. Bura riyaziyyat yazsaq, bura tarix yazsaq, riyaziyyat 22 nəfər idi. Əgər 4'ü buradadırsa, yerdə qalacaq 18-i. Yəni 0 riyaziyyatla məşğul olan 18 nəfərdir. Tarixdən də 14 nəfərdən 4'ü ortaq olarsa 10 nəfərim olacaq. Mənim tarix. Məndən ancaq bunun hər iki fənn üzrə soruşurdu. O da olacaq. Deməli 15-də C variantı. 16-cı sualın izahına keçək. Deməli bizə deyir ki, 1,5 faizi ədədə çevirin. Biz də faizi ədədə çevirəndə nə edirdik? 1,5-i 100-ə bölməliyik. Və bölək baxaq görək bu neçə eləyir. 1,5-i mən 15-i 1000-ə bölsəm, yəni vergüldən azad etdikdə hər tərəfi 10-a vurduq. 15-i 1000-ə vursam 0,1000-də 15 eləyər. Və bizə deyir ki, bunun 30%-ni tapın. Vuraq 30-a, bölək 100-ə. 0 getdi. Deməli 0,045-i də 10-a bölsək, eləyəcək 0,0040. Deməli, aşağıdan yazaq 0,0045, yəni 0,10.000-də 45. 0. Aha. Keçək 17-ci suala. 17-ci sualda bizə deyir ki, deməli, C bölü D bərabərdir 4'də 3 olarsa, C üzərinə gələk 4D bölünsün 2C çıxılsın D ifadəsini, qiymətini tapın. Deməli, nə edəcəm mən burada? Çarpaz vuraq və yaxud da ki, C-yə deyəcəm 3K, D-yə deyəcəm 4K. Yəni, C bərabərdir 3K, D bərabərdir 4K. C-nin yerini yazsam 3K. Üstə gəl. 4'ü 4'ə vursam 16K. Bölünsün. 2'ni vursam 3K'ya eləyəcək 6K. Çıxılsın 4K. Deməli 3K'nın üstünə 16K gəlsəm 19K eləyər. Və bunu böləcəm 2K'ya. K'lar getdi. 19'u da deməli 2'yə bölsəm 19 bölünsün 2. O da eləyəcək 9,5. Deməli, mənim 7-ci sualımın da cavabı olacaq 9,5. Keçək 8-ci, yəni 18-ci sual izahını çəkməyə. 18-ci sualda mənə nə deyir? Tənliyin natural həlləri üçün A vurulsun B hasilini tapın. Yəni, A çıxılsın 6, B üstə gəl 8 bərabərdir 29 tənliyinin natural həlləri üçün A vurulsun B-ni tapın. Mən bilirəm ki, 29 sadə ədəddir. Yəni, 29 ya 1 vurulsun 29 olmalıdır, ya da ki, 29 vurulsun 1 olmalıdır. Əgər mən, deməli, bura 1 desəm, bura 29 desəm, A olacaq 7. B olacaq 21. Və mənə deyir ki, A ilə B-nin hasilini tap. Yəni, 21'i vursam 7-yə, eləyəcək 147. Cavabım oldu 147. Keçək 19-cu suala. 19-cu sualda, baxaq nə deyir bizə. Deməli, şəkilə əsasən NB çıxılsın A-nı tapın. Biz bilirik ki, B çoxluğundan A çoxluğunu çıxsaq, yəni bu B çoxluğundan çıxacam A çoxluğunu. Bax, bu hissəni mən çıxsam, yerdə mənim hansı ədədlərim qalır? 5, 6, 0, 8. Və məndən bunun sayını soruşur 4 dənə. 1, 2, 3, 4 dənə. Cavabım olacaq 4. Keçdik. Deməli, 20-ci suala. Deməli, 20-ci sualda bizə nə deyir? Deyir, 6 elementli çoxluğun alt çoxluqlarının sayını tapın. Biz də bilirik ki, alt çoxluqların sayı, deməli, 2 üstü n üstü ilə tapılır. Yəni, 2 üstü 6, o da eləyəcək 64. Keçək 21-ci sualımıza.
21-ci sualda deyir ki, deməli, çoxluqlarını bizə verib, A kəsişmə B, o da kəsişmə C. Kəsişmə olanda, yəni biz nəyi götürdük? Hər ikisində ortaq olanları götürürdük. A kəsişmə B, əvvəlcə A kəsişmə B-yə baxaq. Deməli, A kəsişmə B ortaqlar 3, hər ikisində var, 4, hər ikisində var, 7, hər ikisində var. Və bu çoxluğu kəsişdirəcəm bir C çoxluğu ilə. C çoxluğu ilə da, deməli, nə ortaqdır bizdə? Bir dənə 7 ortaqdır. Yəni, bunun da cavabı olacaq 7. 21-də oldu 7. Keçdik 22-ci suala. 22-ci sualda, deməli, ifadənin qiymətini hesablayın. Dövrü kəsirlər. Dövrü kəsirləri 3 tam, dövrdə 2-ni necə yazırdıq? 3 tam, dövrdəki ədədlərin sayı qədər 9, dövrdəki ədəddə yazırdıq sürətdə. Və mən bunu düzgün olmayan kəsir çevirsəm, amma ehtiyac yoxdur, çevirməyək. 2 tam, dövrdə 7-ni mən yaza bilərəm ki, 2 tam 9-da 7. 0 tam, dövrdə 1 yazacam 9-da 1. 0 tam dövrdə 8-i də yazacam ki, 9-da 8. İndi yerinə yazıb hesablayacam. 3 tam 9-da 2. Üstə gəl 2 tam 9-da 7. Bu eləyəcək 5 tam 9-da 9, yəni 6. 9-da 1 üzərinə gələk. 9-da 8 edəcək 9-da 9, o da 1. Yəni 6-nı bölsəm 1-ə, cavabım olacaq 6. Doğru cavabım 6. Keçdik 23-cü suala. Deməli, 23-cü sualda bizə nə deyir? 23-cü sualda bizə deyir ki, Elnur işin 3-də 2 hissəsini, Rəsul isə 4-də 1 hissəsini gördü. Baxaq görək işin hansı hissəsi görülüb? 12-də bu kəsiri vuracam 4-ə, bu kəsiri vuracam 3-ə. Deməli, toplasaq 8 üzərinə gələk 3, 11. 12-də 11 hissəsi görülüb. Bəs yerdə qalan hissəmiz onda neçə olacaq? 12-də 1 hissəsi bu görülüb. Bu isə qalan hissədir. Məndən soruşur ki, işin görülmüş hissəsi görülməmiş hissəsindən nə qədər çoxdur? Yəni, 12-də 11 çıxılsın, 12-də 1, 12-də 10. 10 da ixtisar etsək, 6-da 5. Yəni, cavabım olacaq 6-da 5. Keçək 24-cü sualın izahına. 24-də bizə deyir ki, 25 üzərində 6 vurulsun 32 üzərində 2. Ədədi neçə rəqəmidir? Gəlin bu misalı biz 25-i yaza bilərik ki, 5-in kvadratı üzərində 6. 32-ni də yaza bilərik 2 üzərində 5, bunun üzərində 2. Bərabərdir. 5 üzərində 12 vurulsun 2 üzərində 10. Hər ikisindən 2 üzərində 10, 5 üzərində 10-u deməli yazıram 2 vurulsun 5 üzərində 10. Yerdə qaldı 5 üzərində 2. Və 25 vurulsun 10 üzərində 10. Deməli, 10 dənə rəqəm burada, ikisi də burada. Olacaq mənim ədədim 12 rəqəmli. Bitdi. Keçdik 25-ci və sonuncu suala. Deməli, 25-də bizə nə deyir? Baxaq. Kəsirlər verilib. 2 bölünsün 3 vur 7. Üstə gəl. Deməli, 7 vurulsun 11-də 2. Üstə gəl. 11 vurulsun 15-də 2. Üstə gəl nöqtələr. Üstə gəl. Deməli, 31 vurulsun 35-də 2. Aha. Baxıram ki, deməli, sürətlə məxrəclərin arasındakı, daha doğrusu, sürətlərin arasındakı fərq 4-dür. Məxrəclərin 4. Yəni, aralarındakı fərq 4-dür. Bu misallar necə yazılır? 4-də və 2-ni çıxarsam sürətə, ortaq vuruq, yəni 2-ni çıxarsam, neyin edik bu misalları? Birinci kəsirin birinci hissəsi ilə sonuncu kəsirin sonuncu hissəsini çıxırdıq. Yəni 3-də 1 çıxılsın
35'də 1 bərabərdir. 4-də 2. 3-də 1 ilə deməli ortaq məxrəc eləyəcək. 3 vurulsun 35. 35 çıxılsın 3. 4-də 2 vurulsun. Deməli 105. Aha. 35-dən də 3 çıxanda 32. Deməli bunlar ixtisar getdi 8. Cavabım qalacaq 105-də 16. Doğru cavabım 105-də 16. Bu tip sınaqların ardının, yəni gəlməsini istəyirsinizsə kanalıma abunə olmağı və yorum yapmağı unutmayın. Sağ olun.